Salam əziz uşaqlar. Biz bugün qərara gəldik ki, 5A sinifində sözün qüdrəti mətnimizi rollu şəkildə səhnələşdirək. Yəni, hər kəsə göstərək ki, əslində sözün qüdrəti necədir? Buyurun. Hamı gəzintiyə çıxmaq istəyirdi. Amma sinifdə bir yetki qərar yox idi. Qızğın mübahisə belə başladı. Kifayət dedi. Ay uşaqlar, gəlin gəzməyə gedək. Bəs yaxşı, hara gedək? Mən təklif edirəm ki, əyləncə mərkəzinə gedək. Əyləncə mərkəzi nədir? Sizin işinizdə ilə əyləncə olsun. Başqa bir fikri olan var? Mənim bir fikrim var. Gəlin kinoteatra gedək. Tapdı da kinoteatr. Sinifdə birlik yoxdur. Hə, düz deyirsən. Başqa nə idi? Bəlkə həyətə düşək. Nə həyətə? Amma sormaya qarşı deyil. Mən fikirlər yapacağım. Məncə kinoteatr. Yox, məncə həyət kinoteatrdan yaxşıdır. Əşi, gəlin çıxaq əşiyə. Uşaqlar, bir qərara gəlin, gedək əylənək. Nə həyət? Gəlin gedək kinoteatra. Dansacıq qərara gələ bilməyəcəyik. Ay xəbər, gəlin məncə ailəsi dediyi fikrə qatılaq. Əyləncə mərkəzə gedək, əylənək. Yox, nə əyləncə mərkəzi? Yox, əyləncə mərkəzi. Kinoteatr ondan da maraqlıdır. Kinoteatr ondan da maraqlıdır. Kinoteatr boş şeydir. Əyləncə başqa bir fikri olan yoxdur. Axırda sinif bir qərara gələ bilmədi. Nərminlə Gülər arasında çıldayırdılar. Getmişiklər olaraq. Benim evimə qədər getmiyorlar. Gedək kitab sərgisinə. Çıxa baxın, yeni zat. Uşaqlar, məncə də gəlin kitab sərgisinə gedək. Mən məmnuniyyətlə endirimdə olan və dedektiv və elmi fantastik kitablardan məmnuniyyətlə oxumaq istəyirəm. Bütün bu alanlardan sonra Nərmini bir sual maraqlandırdı. Necə olur ki, sinifdə hamı mən sözünü eşitmir, onun sözünü eşitir. Mən də o deyən dilində. Fərqli şey dedim. Mən sən deyən dilində. Niyə hamı mən fikrime baş bulayıb, sən üçün niyə sağ başlayır? Bəli, içimiz deyən şey deyil. Ancaq baxır sən necə deyirsən, mən necə deyirəm. Ancaq içimizdə də fikir eynidir. Onlar birdən kör dilənçi gördülər. Köməyə ehtiyacımız var. Kömək eləyin. Gözləri görmür. O da tərcüh etmir qazanacaq. Gözlərim görmür. Xahiş edirəm, mənə yardım edin. Məncə bu söz hər şeyin həqiqətini deyirdi. Gözlərim görmür, xahiş edirəm, mənə yardım edin deyən dilənçiyə heç kim kömək etmirdi. Çünki o yazıda yazılanlar sadəcə həqiqəti əks etdirirdi. Daha təsirli ola bilərdi. Bunu görən Gülər müdaxilə elədi. Bu yazını görəndən sonra yazıda yazılmışdı. Gözəl deyib ki, mən bunu görə bilmirəm. Bunu görəndən sonra insanlar kör müğənniyə yardım eləməyə başladılar. Biz bugün sizə sözün qüdrətini göstərdik. Sözdə deyildiyi kimi eyni şey, eyni söz başqa cür göstərilirdi. Gözəl gündür. Deyir ki, mən bunu görə bilmirəm. Biz bugün 5A sinfi ilə bunu sizə səhnələşdirməyə çalışdıq.